Salam dostlar, mənim adım Edadır. Əgər məni tanımırsınızsa, vəkiləm, doktorantam, 28 yaşım var, Gürcüstanda fəaliyyət göstərirəm. Bu mənim YouTube-dakı ilk videomdur. Bu gün hava biraz qarlıdır. Ofisə gedə bilmədim, idmana gedə bilmədim. Hava soyuq olduğu üçün evdən çıxmaq istəmirəm. Mən də düşündüm ki, evdən nə edə bilərəm? Çoxdan da etmək istədiyim bir şeyi etməyə qərar verdim. YouTube-a video çəkməyi. Əslində uzun müddətdir hər zaman deyirdim ki, hər hansısa bir şənbə, bazar mən video çəkəcəm və YouTube-da paylaşacağam, amma heç bir vaxt alınmırdı, vaxtımız olmurdu təəssüf ki, amma bu gün belə gətirdi. Bəyənərsiniz, bəyənməzsiniz, sizə maraqlı gələr, gəlməz bilmirəm. Amma əgər bu videoların davamı gəlsə, çox güman ki, şəxsi inkişaf, hüquq fakültesi haqqında və bəlkə də hüquqlarınız haqqında da burada videolar paylaşacağam. Birinci videoyu hüquq tələbələri üçün çəkmək istəyirəm. Əgər məni tanıyırsınızsa, bilirsiniz ki, sosial mediada aktivəm və son etdiyim sual-cavabda da əsasən hüquq oxumaq istəyən və yaxud hüquq oxuyan tələbələrdən çox suallar gəldi. Ona görə istədim ki, onların bir neçə sualını buradan cavablandırım. Çünki həqiqətən yazanlar çox olur və fiziki olaraq mümkün olmur ki, mən hər kəsə istədiyim kimi cavab qaytara bilim, başa salım. Ona görə cavablarımız hər zaman çox qısa-qısa olur və yaxud etdiyim reelsləri falan göndərirəm ki, yəni qulaq asın, burada bu mövzu haqqında danışmışam. Amma təbii ki, bu da içimə sinmirdi. Yəni belə bir şərait yaranmışkən istədim ki, çox səmimi bir şəkildə evdən çəkim. Normalda videolarımı hər zaman ofisdən çəkirəm, amma bu gün belə alındı. Hüquq oxumaq istəyən şagirdlərdən ən çox aldığım suallardan biri də məktəbdə hansı fənləri daha çox oxumalarıdır, yəni hansı fənlərə daha çox önəm vermələridir. Məktəbdəki dərslərinizlə universitetdəki dərsləriniz bir fərqlənir. Deyim ki, burada hər hansısa bir dərs öyrəndiyiniz zaman universitetdə daha asan olacaq oxumaq yalan deyərəm. Ona görə universitetə qəbul olmaq üçün hansı fənlər lazımdırsa, sadəcə o fənlərə diqqət edin. Amma digər bir məsləhətim olacaqdır ki, hər şeyin başını buraxıb gürcü dilinizi çox gəlişdirin. Çünki əgər Gürcüstanda hüquq oxumaq istəyirsinizsə və gələcəkdə də Gürcüstanda işləməyi düşünürsünüzsə, target qrupunuz kim olursa olsun, gürcü dilini çox yaxşı bilməlisiniz. Gürcüstanda qanunvericilik gürcü dilindədir, məhkəmə gürcü dilindədir. Dövlət qurumlarının hamısı bu formada işləyir və siz dili həqiqətən çox mükəmməl bilməlisiniz. Fakültetdə ola bilsin ki, problem yaşamayasınız. Yəni diplomu almaq deyim ki, çox çətindir, yalan deyərəm. Zaten 100-dən 51 almaq o qədər çətin bir şey deyil. Yəni yıxıla qalxa, sürünə, biraz imtahanlar, biraz seminarlar, biraz lektorunuz kömək edəcək, biraz kurs yoldaşlarınız. Yəni kəsilsəniz bilən pis ehtimalda ikinci dəfə həmin fənni keçərsiniz. Həm də ki, universitetlərdə eyni fənni bir neçə lektor oxuyur və artıq tələbələr bilir ki, hansı lektor daha asan qiymət yazır, hansı lektor daha çətin. Yəni ən pis ehtimalda o lektorlardan birini seçib, yəni 100-dən 51 alıb bağlayasınız. Çətin bir şey deyil. Çətin olan diplomu aldıqdan sonra iş tapmaqdır. Diplomu aldıqdan sonra hətta heç iş tapmasanız belə, yəni desəniz ki, mən vəkil olaraq davam edəcəm işləməyə, yəni öz klienturam olacaqdır. Burada belə problem yaşayasınız. Çünki dediyim kimi hər şey gürcü dilindədir və siz ərizələr yazmalı olasınız, iddia ərizələri hazırlamalı olasınız və məhkəmənin qəbul etməsi olsun, məhkəmədə edəcəyiniz çıxışlar olsun. Sonra düşünün ki, qarşı tərəfin əlinə sizin ərizəniz gedir və siz ola bilsin ki, bəzi şeyləri çox yaxşı bilirsiniz, çox yaxşı strategiyanız var, amma orada oxuduğu zaman başa düşəcək ki, siz dil bilmirsiniz. Bu da sizi pis vəziyyətə salacaqdır. Dilər dediyimiz zaman gürcü dili ilə yanaşı ingilis dilində yaxşı bilsəniz çox yaxşı olar. Çünki yəni bu dəqiqə hal-hazırda ən çox tələb edilən dillərdən biri də odur. Bilmirəm, bəlkə də sizin vaxtınızda artıq rus dili falan daha çox lazım olar, amma bu etapda
ən aktiv olaraq istifadə etdiyimiz ingilis dilidir. İngilis dili bizə harda lazım olur? Əgər müqavilələr tərəfindən getmək istəsəniz, şirkət hüquqşünası olmaq istəsəniz və s. Bu dəqiqə mənim vəkilliyini etdiyim bir çox şirkət beynəlxalq müqavilələr bağlayır və bu müqavilələrin əksəriyyəti təbii ki, ingilis dilindədir. Bəziləri iki dillidir, amma əsasən ingilis dilində olur və bizim işimiz də bu müqavilələr oxuyub klientimizə başa salmaqdır ki, hansı risklər daşıyır bu müqavilə imzaladıqdan sonra onu nələr gözləyir və s. İndi deyim ki, hər zaman bu beynəlxalq müqavilələrdə başqa ölkənin qanunlarına da tanış oluruq və s. yalan deyərəm. Bizə lazım olan təbii ki, Gürcüstan qanunvericiliyi idi. Orada bir neçə məqam var indi. Oralara girmək istəmirəm. Baxır indi orada biz seçə bilərik ki, hər hansı bir problem olduğu zaman atıram Almaniyanın məhkəməsi baxacaq bizim işimizə və s. Orada bizə lazım ola bilər həmin ölkənin qanunlarını bilmək, amma Gürcüstanda fəaliyyət göstərdirsə və beynəlxalq müqavilə bağlanırsa, onun təbii ki, öz əsasları fərqlidir. Digər tərəfdə bizə harda lazım ola bilər? Biz məhkəmədə Gürcüstan qanunvericiliyi və məhkəmə praktikası ilə yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox məhkəmə qərarlarını istifadə edirik. Çünki qanunları biz əzbərləmirik, amma onları analiz edirik və hər zaman belə bir şey deyilir ki, iki hüquqşünas olan yerdə üç fikir olur. Həqiqətən özünüz də praktikada görərsiniz ki, yəni bir cümləyi oxuduğu zaman fərqli hüquqşünaslar, advokat onu öz tərəfindən oxuyur, prokuror öz tərəfindən oxuyur. Hakim ümumiyyətlə fərqli bir kontekstdən baxır. Bu etapda bizə məhkəmə praktikası çox önəmlidir ki, başqa məhkəmələrdə məhkəmə qərarları nə formada olubdur. Burada bizə çox kömək edir Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi qərarlar, hansının ki, açıqlamalarını Gürcüstanda məhkəmələrdə istifadə edir. İngilis dili isə qısaca buralarda lazım ola bilər. Həm də ki, əgər gələcəkdə magistratura oxumaq istəsəniz, doktorantura oxumaq istəsəniz və s. bu tərəfdən də sizə çox kömək olacaqdır. Çünki əgər başqa ölkələrin qanunlarının ilə tanış ola bilmirsinizsə, magistraturayı bitirmək və yaxud ümumiyyətlə doktoranturaya qəbul olmaq da çox çətin olacaqdır. Və hüquq fakültəsi elə bir şeydir ki, mən şəxsən hüquq fakültəsinə qəbul olduqdan sonra şəxsi həyatım deyə bir şey qalmadı. Ona qədər piano çalırdım, rəqsə gedirdim və s. Çox aktiv bir həyatım var idi, amma qəbul olduqdan sonra demək olar ki, artıq hər şeydən imtina etməli oldum. Hətta ona qədər çox kitab oxuyurdum. Ona belə vaxtım qalmadı. Baxmayaraq ki, mənim gürcü dilim yaxşı idi, gürcü məktəbi bitirmişəm. Yenə də mənim üçün də çox çətin oldu. Ona görə də daha yaxşı olar ki, fakültətə qəbul olana qədər siz artıq dil məsələnizi həll etmiş olasınız. Yəni gürcü və ingilis dilini az əvvəl saydığım səbəblərə görə çox yaxşı bilməlisiniz. Digər bir sual hüquq fakültəsinin çətin olub-olmaması idi. Çətindir, çox çətindir. Bu bir gürcü üçün də çox çətindir. Sizin üçün də çox çətin olacaq. Dil bilmirsinizsə çox çətin olacaqdır. Sadəcə yəni o fəni bağlaya gedib 4 ilin sonunda başa düşərsiniz ki, siz əslində heç bir şey öyrənməyibsiniz. Yenə deyirəm, qanunları əzbərləmək üçün bir məcburiyyətiniz yoxdur, amma həmin sahəyi çox yaxşı başa düşməlisiniz, həmin sahənin prinsiplərini çox yaxşı başa düşməlisiniz. Bu cinayət ola bilər, mülki davalar ola bilər, inzibati ola bilər və s. Hər şeyi tam əzbər bilməsəniz də hansı qanunu harda axtarmalısınız və həmin sahənin prinsipləri nədir, minimum onu bilməlisiniz. Bu səbəbdən də çətindir, çünki çox oxumalı olasınız. Yəni həftədə 100-dən bəlkə də 200-ə qədər təxmini bir rəqəm deyirəm, oxumalı olduğunuz şeylər olacaqdır. Ondan sonra artıq ikinci kursdan sonra siz aktiv olaraq 100% staja başlamalısınız ki, fakültəyi bitirdikdən sonra bunu etməyə başlamayasınız. Çünki belə düşünün, Gürcüstanda çox hüquq fakültəsi var. Hər il bu fakültəyi bitirən çox saylı tələbə var və X bir insan işə kimisə götürürsə, nəyə önəm verər? Siz özünüzü onun yerinə qoyun. Yəni kimi işə götürər, kimi işə qəbul edər? Hansı ki, nə bilim, yıxıla qalxa, nətərsə diplomunu alıb, yoxsa hansı ki, həm diplomunu alıb, həm dilləri yaxşıdır, həm praktikası var. Təbii ki, hər kəs bu kimi insanlarla işləmək istəyər. Ona görə də dil probleminizi həll edib, ondan sonra hüquq fakültəsinə qəbul olmanızı istəyərəm. Digər bir məsələ nədir? Bu sahə həqiqətən istəməniz.
Əgər seriallara baxıb, nə bilim, yarğıya baxıb mən də Ceylin olacam deyirsinizsə, və yaxud işte biz cübbə falan geyinmirik. Mən Instagramda bu haqqda birində paylaşmışdım ki, yəni Gürcüstanda cübbə yoxdur. Çox insan şey yazmışdı ki, mən sırf cübbə geyinmək üçün advokat olmaq istirdim deyə. Əgər belə xəyallarınız varsa, heç bir şey təbii ki, serialdakı kimi deyil. Sahə çox maraqlıdır, həqiqətən çox maraqlıdır. Çox fərqli insanlarla ünsiyyətdə olursunuz, çox fərqli ortamlarda olursunuz. Ona heç bir deyəcəyim yoxdur, amma sahəyi sevmirsinizsə, burada qalmağınız mümkün deyil. Yəni kim olursunuzsa olun, istər vəkil olun, istəyirsinizsə müstəntiq olun, istər prokuror olun, istər hakim olun. Həqiqətən həm hər tərəfli stresslidir və eyni anda bir neçə məsələ ilə uğraşmalısınız. Düşlər demişkən, birincisi siz insanlarla işləyirsiniz və hər insan çox individualdır. Qarşınıza o qədər fərqli insanlar çıxacaq, o qədər fərqli fikirlərlə ki, özünüz də şoka düşərsiniz. Digər tərəfdən qanunlar yaxşı bilməlisiniz, praktika yaxşı bilməlisiniz. Qarşınızdakı sizə bir şey dediyi zaman sizi alladırmı, aldatmırmı? Həqiqətən bir razılaşmağa mı gedilir? Bunu başa düşməlisiniz. Hakim, yəni olduğunuz ortamların hamısı, istər məhkəmə olsun, istər prokuratura, istər polis bölməsi, hamısının aurası onsuz da çox ağırdır. Ona görə də özünüzü bunlara çox hazırlamalısınız. Hüquq fakültəsini bitirmək o demək deyil ki, siz 100% advokat, prokuror, hakim olasınız. Sadəcə hüquqşünas ola bilərsiniz. Yəni şirkətlərdə işləməlisiniz. Bu da sizi hara gətirir ki, siz oxumağı çox yaxşı bilməlisiniz. Çox yaxşı müqavilələr hazırlamalısınız. Əgər işlədiyiniz şirkət beynəlxalq müqavilələr bağlayırsa, ingilis dilini çox yaxşı bilməlisiniz. Riskləri, yenə burada da məhkəmə praktikasını çox yaxşı bilməlisiniz. Çünki müqavilələr nəyə əsasən yazılır ki, sabah bir gün tərəflərin arasında bir problem olsa və məhkəməli olsanız, bunu kim qazanır? Ona görə də yenə də araşdırma olsun, oxumağı sevmək olsun və s. Yəni bunları sevməlisiniz. Sevməsəniz bu sektorda qalmağınız həqiqətən çox çətindir. Yəni davamlılıq tələb edən bir sektordur. Hüquq həqiqətən çox dinamik bir sahədir və davamlılıq tələb edir. Davamlılıq tələb edildikdə nəyi nəzərdə tuturam? Yəni düşünməyin ki, siz bir dəfə oxudunuz, diplomunuzu aldınız, artıq xoşbəxt işləyəsiniz heç bir vaxt. Yəni araşdırmayı sevmirsinizsə, durmadan bir yerlərdə bir şeylər axtarmağa hazır deyilsinizsə, yəni konfor zonanızda qalmaq istəyirsinizsə, bu sahə sizin üçün deyil. Bəlkə notarius olsanız, bəlkə, çünki o nisbətən daha sahədir, çox dinamik olmayan bir sahədir. Bəlkə notariusluq, amma qalan hüquqşünas olsanız, şirkət hüquqşünası olsanız, advokat olsanız, prokuror olsanız, hakim olsanız və s. çox dinamikdir. Yəni hər gün fərqli qanunlar qəbul edilir, hər gün məhkəmədə fərqli qərarlar alınır. Hər iş həqiqətən individual, yəni bir işi deyək ki, qazandınız, başqa bir iş gəldi. Buna çox oxşuyurdu, amma o işi qazanmaya da bilərsiniz. Çünki yazılan hakimdən çox şey asılıdır. O hakim o qanunu necə oxuyur və praktikada onu necə görür. Ona görə də yəni davamlı bir şeyləri araşdırıb, davamlı konfor zonanızdan əslində çıxmalısınız. Yəni bu tərəfdən əgər araşdırmağı sevmirsinizsə, bir şeyləri oxumağa hazır deyilsinizsə, deməli biraz fərqli fakültet seçməlisiniz. Bu günlük deyəcəklərim bu qədərdir. Sizi çox da qorxutmaq istəmirəm, amma sahənin çətinliyini də görün istəyirəm. Və bunu nəyə görsə göstərmək istəyirəm. Çünki sosial mediada mənim paylaşdığım çox, nə təhər edeyim, 24 saatın 1 saniyəsi falandır. Yəni, nə bilim, haradasa nəsə bir situasiya tapdım və paylaşdım. Ona görə də düşünürəm ki, biraz tələbələrə olayın hər zaman yaxşı tərəfini göstərirəm. İşte ofisdə oturanda ya da nə bilim işte məhkəmədə falan, amma çətin tərəflərini də bilin istəyirəm ki, qəbul olduqdan sonra və sahənin çətinliyini gördükdən sonra işte Eda belə şeylər paylaşmırdı deməyin. Bir çox məsələ var, təbii ki, bunları biz onlayn danışa bilmərik. Onlayn bunu sizlə paylaşa bilmərəm bəzi səbəblərə görə. Onları da artıq etdiyimiz görüşlərdə falan maksimum dərəcədə sizə başa salmağa çalışaram. Amma bu dəqiqə paylaşa biləcəklərim bu qədərdir.
Bu günlük demək istədiklərim bu qədərdir. Alında almada heç bir fikrim yoxdur. Əvvəlcədən heç bir şey hazırlamadım. Qarşımda hüquq oxuyan və yaxud oxumaq istəyən tələbələri xəyal etdim və mənə ən çox verilən sualları cavablandırmağa çalışdım. Bəyənsəniz, bəyənin, abunə olun. Instagramda məni takip eləməyi unutmayın. Bəyənmədiyiniz məqamları da yazsanız çox sevinərəm. Çünki bildiyim bir sahə deyil. YouTube nəzərdə tuturam. Hansı mövzularda video istəyirsiniz, onları da yazsanız çox sevinərəm. Yaxşı ki varsınız, görüşərik.